Vaxtınız xeyirli olsun, əziz tamaşaçılarımız. Sağlıqla növbəti buraxılışında hər birinizi salamlayıram və nəzərinizə çatdırım ki, bu buraxılışımızda biz uşaqlarda tənəffüs sistemi xəstəlikləri və epilepsiya haqqında danışacağıq. Və studiyamızın qonaqları Mərkəzi Klinikanın pediatr allergologu doktor Sevinç Abdullayeva və pediatr nevropatoloq doktor Esmirə Həsənzadədir. Xoş gəldiniz studiyamıza. Sevinç xanım, ilk sualım sizə olacaq. Uşaqlarda tənəffüs sistemi xəstəlikləri dedikdə hansı xəstəliklər nəzərdə tutulur? Buyurun. Uşaqlarda tənəffüs sistemi xəstəlikləri dedikdə biz onu şərti olaraq iki hissəyə bölürük. Yuxarı tənəffüs yolunun xəstəlikləri, aşağı tənəffüs yolunun xəstəlikləri. Yuxarı tənəffüs yolu xəstəliklərinə burundan başlayaraq rinit, sinuzit və yaxud da boğaz xəstəlikləri, qulaq xəstəlikləri bunlara aid edirik. Qırtlağın xəstəlikləri daha aşağı, bronx və ağciyərlərin xəstəliklərini isə aşağı tənəffüs yolu sistemi xəstəliklərinə bölürük. Bunlar göründüyü kimi həm infeksiyon xarakterdə ola bilər, həm soyuq dəymə xarakterində ola bilər, həm də allergik xarakterdə ola bilər. Mövsümlə də uzlaşdığı üçün biz bunların hər ikisi haqqında allergik xəstəliklərindən daha geniş danışmaq istəyərdim mən. Yuxarı tənəffüs yolu xəstəliklərinin ən çox əlamətləri nədir? Mən bunları çatdırmaq istəyirəm. Nələri görəndə yuxarı tənəffüs sistemi xəstəlikləri deyəcək? Bəsit olaraq burun tutulma ilə başlayır. Burun tutulma bir tənəffüsün pozulmasına səbəb olur. Burun tutulma, burun axma, yüksək hərarət, öskürək, boğaz ağrısı, bunlar dadda dəyişmə, iştahsızlıq, halsızlıq, yorğunluq, baş ağrısı, bunlar tənəffüs yolu sistemlərinin ümumi simptomlarından biridir. Allergik xəstəliklərdə isə tənəffüsdə təngi nəfəs olmaq, tənəffüsün çətinləşməsi, boğulma, təngi nəfəslik, adi yol yeriyəndə və yaxud da qrip olduğu zaman sinədə xışıltı, məsafədən gələn xışıltı, bunlar tənəffüs yolu sistemi xəstəliklərinin ümumi əlamətlərindən biridir. Hazırda son günlərdə daha çox tənəffüs sisteminin infeksiyon xəstəliklərindən rastlaşırıq. Siz də görürsünüz, qriplə başlayan və qısa bir müddət içərisində daha aşağı tənəffüs yollarına yerləşən bronxit, sətəlcəm bunları çox görürük. Yəni bir valideyn əgər uşağında 2 gündən çox davam edən temperatur fonunda çox süsləşmə, öskürəyin çox artması, daha balaca yaş qrupunda çox yatma, yəni yatma bəzən valideynlərin xoşuna gəlir, rahatlandı, amma bir qızdıran və öskürən uşaqda yatma bizim üçün bir tənəffüs yolunda, alt tənəffüs yolunu, yəni ya sətəlcəm, ya bronxit başladığında göstərə bilər. Allergik xəstəliklərindən danışdıq tənəffüs sisteminin, bütün bu qriplərin başlatdığı, amma təngi nəfəslik, öskürək, xırıltı, xışıltı, gecə boğulmaları, məcburi vəziyyət alır uşaqlar. Bu şikayətləri gördükdə tənəffüs yolu sisteminin xəstəliklərindən şübhələnmək və həkimə müraciət etmək lazım gəlir. Təbii ki, pediatr, yəni allergoloqa müraciət olunur və siz burada hansı tədbirləri görürsünüz, müayinələr necə aparılır və müalicələr də birbaşa, yəni bu sualda verin. Uşaq yaş qrupu deyəndə biz burada yaş qrupuna görə də müayinələr bizdə müəyyən çətinliklər törədir. Əgər bu tənəffüs sistemi xəstəliklərindən ən çox rast gələn və valideynləri narahat edən bronxial asmadan danışsaq, bu 3 yaşa qədər uşaqlarda həm müayinəsi, həm təhlilləri, müalicəsi, aşkarlama yolları fərqlidir. 3 yaşından yuxarıda daha fərqlidir. 3 yaşına qədər bir uşaqda xırıltı, xışıltı, təngi nəfəsliklə uşaq gəlirsə, bu bronxialit dediyimiz kiçik bronxiolların infeksiyon xəstəliyində də olur. Ona görə biz təhlillərdə ümumi bir rentgen çəkərək görərik döş qəfəsində. Burada da çox ciddi bir dəyişiklik olmaz. Amma bu xışıltı zaman içində 2 dəfə təkrarlayarsa, 3-cü dəfə təkrarlayarsa artıq burada asma ağla gəlməlidir. Və biz bu ilk 3 yaş qrupunda səbəbkar olan daha əvvəlcədən varsa qida allergiyası bunu araşdırarıq. Əgər yoxdursa səbəb olan qrip infeksiyalarında ailədə irsi anamnez varmı? Hər qrip infeksiyasında xırıltı, xışıltı olurmu? Və mümkün isə bunu həkimin dinləməsi daha doğrudur. Çünki xırıltı, xışıltı öskürən zaman xışıldayanda da valideynlər bunu xışıltı tərzində ifadə edirlər. Amma bizim dinləyəndə eşitdiyimiz bir vızıldayıcı səs olur bronxlarda. Bunu nəzərdə tuturuq. Ona görə bu yaş qrupunda anamnez daha maraqlıdır. Əgər daha əvvəlcə varsa və ya yoxdursa da allergik analizlərinə qanda baxarıq. Bunlar 3 yaşına qədər müsbət çıxmaya da bilər. Bu uşaqda hələ allergi olmadığını göstərmir. Amma 3 yaşın üstündə daha geniş aşkar etmə metodlarımız var. Həm qanda, həm dəri testlərindən allergenləri aşkar edərik. Bir də allergenlər burada kifayət deyil. Çünki bir allergik uşaqda allergiyanı üzə çıxaran faktorlar çox önəmlidir. İnsan 30 yaşına çatar, 40 yaşına çatar və ya 15 yaşına çatar. Allergiya 3 yaşda da başlayar, saydığım yaşların hamısında da başlayar. Ona görə allergiyanı üzə çıxaran faktorlar təkrar o faktorlarla qarşı-qarşıya qalırsa olur. Məsələn, bunlar da nələrdir? Tutaq ki, dəri testi qoyduq. Bir uşağa ev tozu aşkarladıq. Ev tozu kiçik nələrdir? Azərbaycan dilinə belə tərcümə olur. Kiçik canlılardır. Bunlar yunda, tükdə, xal
yağlı xalçada, yumşaq mebeldə, yorğan döşəkdə, ipək pərdədə, hər yerdə yaşayarlar. Aboylarda, divar kağızlarında. Ona görə bunları ev içindən yox etmək də mümkün deyil. Belə bir allergiya aşkarladıqca bəzən valideynlər soruşurlar. Amma uşaq qrip olanda ancaq xışıldayır. Təbii ki, altda yatan bir həssaslıq olduğu zaman onu üzərə çıxaran faktor qripdir. Kəskin qoxulardır, hava dəyişməsidir, soyuq, isti hava və bəzi yeyəcəklərdir. Yeməklərin də burada provokasiya edici, artırıcı bir rolu var. Ona görə 3 yaşının üstündə rentgen, tənəffüs funksiyası testləri, dəri testləri, qanda allergenlərin müayinəsi, bunlara baxarıq. Və bunların müalicəsinə gələndə də mən daha çox müalicəsini vurğulamaq istəyirəm allergik xəstəliklərin. Müalicəsində çox vaxt valideynlərin verdiyi bir sual var. Bu tam keçərmi? Allergik xəstəliklər keçməz. Allergik xəstəliklər 2 yolla müalicə olunur. Ya dərman müalicəsi ilə bir kontrol altına alınır, ya da allergenlər vasitəsilə immunoterapiya olunaraq allergen bədəndən keçər, uzaqlaşdırırlar uzun bir dönəmdə. Sadəcə bu yolla keçmək mümkün olur. Amma dərmanlarla da bunları kontrol altına almaq olar. Bunlar 2 alternativ müalicə metodudur. Bir həkim kimi allergoloq həkimin işi əslində dərman müalicəsindən də əlavə bu spesifik immunoterapiyanı apara bilmə bacarığıdır. Bunun üçün də həkimdən də başqa xəstələri seçmə də var. Yəni hər bir uşaq immunoterapiyaya uyğun olmaya bilər. Allergik peyvəndlər deyirlər, müxtəlif sözlə ifadə edirlər. Bunlara hər bir uşaq buna uyğun olmaya bilər. Amma bunlar 5 yaşından erkən aparılmır. 5 yaşına qədər əgər 2-dən çox xışıltı epizodu varsa, bunun müalicəsi tipik asma kimidir. Bir də mən xüsusilə bu sözü vurğulamaq istəyirəm. Asma nə deməkdir? Bəzən valideynlər bizə gəlir, 3 ildir uşaq xəstədir, 3 ildir, heç olmasa ildə 4 dəfə xışıltı atağı olur, xəstəxanaya müraciət edir. Hətta bir neçə dəfə xəstəxanaya yatır, deyəndə ki, sizin uşaqda asmadır, artıq asma olubmu? Yəni, belə bir şey yoxdur. Əgər burnumuzda allergiya varsa, bunun adı rinitdir. Əgər bronxlarda allergiya varsa, boğulma şərt deyil. Bronxlar allergiya səbəbindən öskürürsə, burada asma var. Asma allergiya səbəbindən tənəffüs yolunda daralma, boğulma mənasındadır. Yəni, nəfəs problemi mənasındadır. Asma, yəni allergiyadır, mən belə başa düşdüm. Allergik asma da olur, allergik olmayan asma da olur. Hər ikisinin klinikası, yəni təzahür forması xışıltı, təngi nəfəslik, boğulma, öskürəkdir. Amma birində allergenlər səbəb olur, digərində irritanlar dediyimiz, soyuq hava, isti hava, siqaret üstü allergen olmur burada. Müalicəsində də dərman olaraq bunların müalicəsi tamamən eynidir. Amma bir şans allergik asma da var ki, bunlar immunoterapiya ilə tamam keçə bilir, digər forması sadəcə yaşla keçər və ya gedib təkrarlayar. Ona görə non-allergik, allergik olmayan asmalarda immunoterapiya aparmırıq. Amma allergik asmalarda xəstə uyğundursa, uyğunluq nə deməkdir? Çoxlu sayda allergenimiz varsa, şikayətlərimiz çox olacaq. Məsələn, tutaq ki, çiçək tozları da asmaya səbəb oldu, ev tozları da, göbələklər də. Bu halda uşağa hansı birindən immunoterapiya aparasınız? Əgər 2-dən çox seçənəyimiz yoxdur, tutaq ev tozu və pollen apardıq, amma başqa pişik tükü var və yaxud da ağac tozları var və yaxud da küf göbələkləri var. Hamısından başladığımızda doz artıra bilmirik. Həmən xəstə şikayətləri üzə çıxmağa başlayır. Ona görə allergeni az olan, daha az olan uşaqları seçmək məcburiyyətində qalırıq. Digər qrupa yenə qoruma yenə də şərtdir. Hər zaman biz qorumanı vurğuluyuruq. Qoruma olmadan dərman müalicəsini çox yüksək dozda seçmək məcburiyyətində qalırıq, amma şikayətlərimiz az da olsa davam edir. Ona görə bir uşaqda bronx səbəbindən, yəni öskürək varsa allergiya səbəbindən bunun adının asma olduğunu xüsusilə valideynlərə bildirmək istəyirəm. Bu sözdən qorxmaq lazım deyil. Allergik asma nə qədər erkən başlansa, nə qədər düzgün müalicə olunsa, yorucu bir xəstəlikdir, amma öldürücü bir xəstəlik deyil. Yorucu, hər şeyə diqqət edici, zaman içində keçən, yaşla azalan və yaxud da qriplərdə təkrarlayan bir xəstəlikdir. İmmunoterapidə isə bu şans daha yaxşıdır. Təxminən 1 ilin sonunda dərmanlardan azad ola bilirik. Təxminən 3-4 il davam edir. 4 ilin sonunda ən az 15 illik heç xəstə olmadan, heç dərman etmədən bir rahat yaşam var. Bəzən bu 15 ilin sonunda şikayətlərimiz az-az başlamağa başlayar. Bəzən də bu qorunmadan asılıdır. Bəzən də bu aldığımız effekt bir ömür boyu davam edər. Bir də Sevinç xanım, çox sağ olun. Təşəkkür edirəm belə ətraflı məlumat verdiyiniz üçün və verilişimizi Esmira xanıma davam etdirmək istəyirəm. Esmira xanım, uşaqlarda epilepsiya xəstəliyi. Bax, bu barədə nə deyə bilərsiniz? Buyurun. Epilepsiya xəstəliyi deyəndə biz qıcolma deyirik, ona qıcolma tutması nəzərdə tutulur. Amma qıcolma tutmaları da uşaqlarda fərqlidir, çox müxtəlifdir.
yeni doğulmuş uşaqdan başlayaraq 18 yaşı bizim baxdığımız yaş qrupa qədər hər bir yaşda, hər bir ayına belə desək, hətta birinci ildə müxtəlif özünün spesifik qıcolma tutmaları var. Qıcolma tutması deyəndə, epilepsiya diaqnozunu deyəndə yenə də həmin bizim toplumun bu diaqnoz məsələsində biraz hassaslığı var. Yəni qıcolması olan uşağa bu epilepsiyadır mı, deyilmi, epilepsiya oldu mu deyə bir sual onlar daha çox maraqlandırır. Əslində bu çox formal bir şeydir. Bu epilepsiya xəstəliyi 2-dən daha artıq qıcolma, provokasiya olmadan qıcolma olursa, epilepsiya diaqnozunu biz qoyuruq. Baxmayaraq ki, bəzi hallarda 2-dən daha artıq 2 dəfə, 3 dəfə qıcolma tutması olan uşaqda yenə nəzərinizə çatdırın provokasiyasız, yəni yüksək hərarət fonunda olmayan, başqa bir travma ilə bağlı olmayan, simptomatik bir tutmalardan söhbət getmir burada. Provokasiya olmadan sadəcə qıcolma verirsə, 2-dən artıq verirsə, əslində bu epilepsiya diaqnozunun təsdiqi varlığı deməkdir. Sadəcə biz bunun instrumental təsdiqi üçün elektroensefalografiya deyilən bir müayinə var, onu keçirdirik. Orada bunun təsdiq eləyən faktorlar çıxa da bilər, çıxmaya da bilər. Amma bu qıcolma tutması varsa, 2 dəfədən artıq olmuşsa, bu epilepsiyadır və müxtəlif yaş dönəmlərində epilepsiya müxtəlif formaları üzə çıxır. İlk birinci ilində uşağın ən çox rastlandığımız bu infantil spazmlar deyilən tutmalar var. Onlar 4-6 ay arasında əsasən başlayır. Bunları daha çox valideynlər nəzərdən qaçıra bilirlər. Yəni, uşağın bəzən tutma keçirdiyini gec başa düşürlər, bir neçə ayda. Neçə yaşdan etibarən bu ola bilər, yəni tutmalar başlayır? Sıfırdan. Yeni doğulanların belə epileptik tutmaları var. Yeni doğulanların 3 günün epileptik tutmaları var, 5 günün epileptik tutmaları var. Bəzi ailəvi formaları var, genetik formaları var ki, ilk günlərdə, 2 həftədə, 2 ayda çıxır. Yəni, daha çox geniş yayılmış kriptogen epileptik xəstəliklərdən West sindromu, infantil spazmlar, onlar 4-6 ayında üzrə çıxır əsasən. Biraz onun əksər hallarda bizim xəstəxananı nəzərdə tutmuram. Başqa yerlərdən gələn xəstələrdə çox rastlanırıq ki, buna pediatrlar düzgün dəyərləndirməyib, epilepsiya varmı, yoxmu, tutmadı-mı, tutma keçirmirmi, sadəcə uşaq boşalır, yaxud başqa bir şeydir. Bu qarışıqlığı olur. Ona görə həmən elə bir hallar olanda nevropatoloq müayinəsi görməsi lazımdır. Daha çox geniş bir temadır epilepsiya. Buyurun, siz nələri demək istəyirsiniz? Bizim bir də bu nitq inkişafı geriliyi ilə bağlı olduğu üçün temamız. Bunların arasında olan bir əlaqəni nəzərinizə çatdırmaq istəyirəm. Bir epileptik forması, epilepsiya xəstəliyinin bir forması var ki, bilavasitə nitq inkişafının tutulması ilə bağlıdır. Bu da çox qaçırılan bir xəstəlikdir bizdə. Epileptik afazi deyilən bir xəstəlik var. Bu xəstəlikdə qıcolma tutması olmaya da bilər, sadəcə nitq tutulmaları olur. Buna bəzən görürsən ki, uşaqlar normal vaxtında dil açmağa 2 yaşından, 3 yaşından başlamış, sonradan yavaş-yavaş nitqini itirmiş və valideynlər bunu o qədər də düzgün yolla, düzgün dəyərləndirmədiyi üçün psixoloqa daha az müraciət edirlər. Laqopedə əsasən fikirləşirlər ki, laqopedlə bağlı bir problemdir. Onun axtarışına çıxırlar. Əslində nevroloji bir problemdir. Əslində bu epileptik bir durumdur. Epileptik bir xəstəlikdir. Demək ki, epilepsiyanın belə bir növü də var. Belə bir növü var ki, nitq tutumu ilə. Buna adətən normal, bəzən normal inkişaf, nitqi inkişaf eləmiş, artıq formalaşmış uşaqlarda olur. Bəzən hələ formalaşma periyodunda olan 3 yaşından 9 yaş arasında ortamda bu üzə çıxa bilir. Təbii ki, 3 yaşında uşaqda başlayırsa, bunu hələ nitqi tam formalaşmamış deyə bilirlər, düşünürlər, gözləyirlər, başqa bir səbəblər arayırlar. Amma artıq daha 5-6 yaşından sonra danışan uşağın nitqində tutulmalar, dediyi sözləri itirmələr, dayanmalar, belə hallar olursa,
Bu da epileptik xəstəlikdir, epileptik afazi deyilən bir xəstəlikdir ki, burada da hökmən elektroensefaloqrafik diaqnoz bizə vacibdir. Elektroensefaloqrafik. Hətta onun orada spesifik çıxan dalğalar ki var, ümumiyyətlə epilepsiya xəstəliyi neyronların bioelektrik aktivliyinin xüsusi bir həddən artıq qıcıqlanması deməkdir fizioloji olaraq. Bunun da elektroensefalografiyada çıxma, görünmə ehtimalı var. Əksər hallarda bu görünür və spesifik epileptik xəstəlik, xüsusi spesifik formaları var ki, həmin dalğaların uyğun olaraq, xəstəliklərə uyğun olaraq çıxır. İstəyir onun yerləşməsi, beyin hansı nahiyəsində yerləşir ona, istəyir xəstəliyin formasına görə. Bu epileptik afazi dediyimiz nitq tutulumu ilə bağlı olan epileptik xəstəliklərdə də əsasən çox vaxt biz yuxuda, yuxunun non-REM fazasında biz onu tuta bilirik. Ona görə burada bəzən sadə bir elektroensefalografik müayinə ilə xəstə yaxınlaşır ki, 20-30 dəqiqəlik, burada heç bir şey çıxmamışdır. Bu hələ tam heç bir şey yoxdur demək deyil. Yuxunun tam bütün fazalarını əhatə edən bir elektroensefalografik müayinə içində o daha çox, daha aydın üzə çıxa bilir. Ümumiyyətlə, Esmir xanım, epilepsiyalı uşaqlar üçün valideynlər nə etməlidirlər? Yəni, onların necə, belə deyək, evdə olsun? İndi biri var ki, həkimə gətirirsən, həkim müayinədən keçirir, müəyyən bir, belə deyək, müalicələr yazır. Ancaq ki, evdə nə etməlidirlər belə insanlar? Evdə nə etməlidir? Böyük bir qrup epileptik xəstələr var ki, hərarətlə olur, pediatrlar bilir, yüksək hərarətlə olur. Orada xüsusi bir müalicə tələb olunmur əslində, hərarətini kontrolda saxlamaq. Uşağın belə bir yönü varsa, onun başqa bir, hər hansı bir hərarət verə biləcək xəstəliyini önlərkən, onun hərarətini kontrolda saxlamaq lazımdır ki, müəyyən səviyyədə artıq yüksəlməsin. Amma tutma olursa, tutma olanda da bunun bizdə el arasında bəzən dişi qıcandı, dilini uddu deyə dilini çəkməyə, dişlərini güc vasitəsilə aralamağa çalışırlar. Bunlar hamısı gərəksiz hərəkətlərdir əslində. Bəs əslində necə etməlidirlər? Əslində sadəcə heç bir şey etmək lazım deyil. Havanın qəbul olunmasını təmin eləmək lazımdır. Yaxası bağlı bir şey varsa, yaxasını açmaq lazımdır. Bir də əsas ona fikir verilməlidir ki, uşağın bu anda ağzında bir şey varsa, ağız boşluğu təmizlənməlidir. Yəni, ola bilər ki, uşaq yediyi halda, yaxud körpü uşaq da ağzında nəsə olsun. O halda onun nəfəs borusuna getmə ehtimalı var. Ona görə ağzı kontrol olunmalıdır, ağız içi boş olsun. Amma dilini çəkmək, dişlərini bəzən qaşıqla, dəmir bir şeylərlə aralamağa çalışırlar. Bunlara ehtiyac yoxdur. Bu çox qısa müddətdə çəkir bu epileptik tutmalar. Adətən heç bir dəqiqəni bəlkə belə keçmir. Tez də sönür. Amma dəfələrlə təkrarlanan epileptik bir tutmadırsa, təbii ki, orada təcili tibbi yardım tələb oluna bilən bir haldır, durumdur. Ümumiyyətlə, bu problemin tamamilə bir müalicəsi varmı, yoxsa necə? Tamamilə müalicəsi olan formaları var, belə deyək, epilepsiyanın. Epilepsiyanın elə formaları var ki, onların müəyyən yaş dönəmində başlayır və biz onlara xoşxassəli deyirik. Onlar, hətta bəziləri var ki, müalicəsiz belə müəyyən yaş dönəminə çatanda o öz-özünə keçib gedir. Elə formaları var ki, müalicə tələb edir və müalicə ilə tam sağala bilir. Elə formaları da var. Amma bu müalicə ciddi olmalıdır, düzənli olmalıdır. Bir də epilepsiya xəstəliyinin müalicəsində valideynlərin çox geniş yer verdiyi bir səhv, yanlış hərəkət var ki, xəstəlik tutması olur uşağı, qorxuya salır, müalicəyə başlayır. Müalicədən bir müddətdən sonra dərman həmin tutmaları kontrolə aldıqdan bir müddət sonra dərmanlarını kəsir və daha başqa formalarına keçə biləcək bir epileptik tutmalarından sonra qarşılaşır. O daha çətin olur. Belə, çox sağ olun. Təşəkkür edirəm studiyamıza gəldiyiniz üçün. Əziz tamaşaçılarımız, bax belə biz uşaqlarda tənəffüs sistemi xəstəlikləri və epilepsiya haqqında danışdıq. Studiyamızın qonaqları isə Mərkəzi Klinikanın pediatr allergologu doktor Sevinç Abdullayeva və pediatr nevropatoloq doktor Esmira Həsənzadə idi. Sağ olun, sağlıqla qalın.